Hər vaxtınız xeyir olsun uşaqlar. Biz sizinlə 7-ci sinif fizika dərsliyindən skalyar və vektorial kəmiyyətlər mövzusunun mövzu izahına baxmış olacaq. Əslində bu kimi mövzuların mövzu izahını çəkmək fikrində deyildim. Çünki dərs videolarını çəkmək və hazırlamaq çox böyük bir vaxt və zaman tələb edən bir məsələdir. Sadəcə olaraq bəzi şagirdlərimizin rəy bölməsindəki təkidlərini, istəklərini nəzərə alaraq mən bu kimi mövzuların mövzu izahını çəkməyə qərar aldım. Çünki 7-ci sinif fizikanın başlanğıcını qoyan bir hissədir, mərhələdir. Yəni bu hissədə sizin təməliniz nə qədər möhkəm olarsa, bir o qədər gələcəkdə fizikanı qavramağı o qədər daha yaxşı olmuş olacaq və fizikada məsələlərin öhdəsindən daha rahatlıqla, daha asanlıqla gəlmiş olacaqsınız. Keçək mövzu izahına. Mövzu izahımız skalyar və vektorial kəmiyyətlər. Uşaqlar, gəlin əvvəlcə situasiya ilə tanış olaq. Bizə artıq bu işarələr məlumdur da. Yəni bu işarələr bizə gedəcəyimiz yolun hansı istiqamətdə gedəcəyimizi göstərir. İndi situasiya ilə tanış olaq. Deyir, yalnız gedəcəyimiz məkana qədər məsafəni bilsək, həmin məkana gedib çatmaq olarmı? Ümumiyyətlə, bu misal haqqında, situasiya haqqında biraz fikirləşək. Sanki tutaq ki, bizim evimiz buradadır və deyirəm ki, məktəbə qədər olan məsafə 300 metrdir. Bunu deyirəm və dayanıram. Mən bunu dedikdən sonra, yəni məkana qədər olan məsafəni dedikdən sonra gedib həmin məkana, yəni məktəbə gedib çata bilərəmmi? Xeyr, çata bilmərəm. Niyə? Çünki axı mən demədim 300 metr sağa doğrudur. Məsələn, mən sağa doğru getsəm məktəbə çataram, və yaxud da ki, sola doğru getsəm məktəbə çataram. İstiqaməti vermədən gedəcəyimiz məkana gedib çıxa bilmərik. Ona görə də skalyar və vektorial kəmiyyətlər haqqında anlayışa indi keçid edə bilərik. Bəzi kəmiyyətlərin qiymətini yalnız ədəd və vahidlə ifadə etmək olar. Yəni, bəzi kəmiyyətlər var ki, onların qiymətlərini yalnız ədəd və vahidlə bildirsək kifayət edir. Amma bəzi kəmiyyətlərdə var ki, biz onları bildirdikdə mütləq şəkildə hansı istiqamətdə olduğunu da bildirməliyik. Və tutaq ki, uşaqlar, bizim bir cisimimiz var. Mən deyirəm ki, bu cismə 15 Newton qüvvə tətbiq edirəm. Bu dediyim doğrudur. Məsələn, sizə deyirəm ki, uşaqlar, bu cismə 15 Newton qüvvə tətbiq edin. Axı siz soruşarsınız, müəllimə, hansı istiqamətdə qüvvə tətbiq edim? Sağa mı doğru qüvvə tətbiq edim? Yoxsa sola mı doğru? Bəlkə aşağıya və yaxud da ki, yuxarıya doğru. Yəni, biz təkcə qüvvəni deməklə məsələni həll etmiş olmuruq. Biz eyni zamanda istiqaməti də bildirməliyik ki, hansı istiqamətdə neçə Newton qüvvə tətbiq etməliyik. Baxın, indi buradakı situasiyaya diqqət yetirək. Burada göstərilib ki, şagird arabacığa 15 Newton qüvvə tətbiq edir. Mən bunu deyib dayansam düzgün olmaz. Çünki axı 15 Newton qüvvə tətbiq edib, yaxşı, bəs hansı istiqamətdə? Sağa doğru qüvvə tətbiq edib, yoxsa sola doğru? Çünki sağa doğru qüvvə tətbiq etsə, araba sağa istiqamətdə gedəcək, sola doğru qüvvə tətbiq etsə, araba sola doğru istiqamətdə hərəkət etmiş olacaq. Ona görə bəzi kəmiyyətlər var ki, biz onları bildirdiyimiz zaman mütləq şəkildə hansı istiqamətdə olduğunu da deməliyik. Məhz bu baxımdan fiziki kəmiyyətlər skalyar və vektorial olmaqla iki yerə bölünür. İstiqaməti olmayan, yalnız ədədi qiyməti olan kəmiyyətlər skalyar kəmiyyətlər adlanır. Yəni, bəzi kəmiyyətlər var ki, onlara istiqamət ehtiyac yoxdur. Məsələn, baxın, 5 kiloqram. Mən bunu dedikdən sonra siz mənə deyirsiniz ki, 5 kiloqram, müəllim, hansı istiqamətdə 5 kiloqram? Demirsiniz ki, yəni təkcə ədədi qiyməti və hansı vahiddirsə, onu desəm kifayət edir. 5 kiloqram. Hamıya aydın olmuş olduğu ki, 5 kiloqramdır. Və yaxud da ki, uzunluq, və yaxud da ki, sıxlıq, və yaxud da ki, zaman. Mən bunları bildirdiyim zaman ədədi qiyməti və vahidi deməklə kifayətlənə bilirəm. Yəni, bu kimi kəmiyyətlər skalyar kəmiyyətlər adlanmış olur. Amma bəzi kəmiyyətlər də var ki, onları bildirdiyimiz zaman təkcə ədədi qiyməti və vahidi demək kifayət etmir. Eyni zamanda həm ədədi qiyməti, həm istiqaməti, həm də
vahidi demək lazımdır. Bu kimi cəmiyyətlərə vektorial cəmiyyətlər deyilir. Gəlin vektorial cəmiyyətləri bir qədər də açıqlayaq, daha aydın olmuş olsun sizə. Hər hansı vektorial cəmiyyət həmin cəmiyyətin üzərində ox işarəsi ilə göstərilir. Məsələn, F qüvvəsi burada fikir verin, üzərində ox işarəsi göstərilib. Bu ox işarəsi həmin cəmiyyətin vektorial cəmiyyət olduğunu göstərir. Vektorial cəmiyyətlərdə vektorun başlanğıc nöqtəsi, son nöqtəsi, yəni harda dayandı o, qiymətinin uzunluğu, yəni ədədi qiymətinin uzunluğu nə qədərdir? O göstərilmişdir. Qüvvə vektorunun ədədi qiyməti isə biz bilirik ki, F hərfi ilə işarə olunur. Əksər hallarda cismə bir neçə qüvvə təsir edir. Məsələn, ağır bir zəmbili bir nəfər çətinliklə qaldırır, düzdür? Amma iki nəfər birlikdə bu zəmbili asanlıqla qaldıra bilir. Niyə? Çünki hər ikisi yuxarıya doğru qüvvə tətbiq etmiş olur. Deməli, eyni istiqamətdə qüvvələr tətbiq etdikdə toplanır. Biz buna gəlsək, cismə təsir edən iki qüvvəni bir qüvvə ilə demək ki, əvəz etmək olar. Belə qüvvəyə əvəzləyici qüvvə deyilir. İndi mən bunu sizə açıqlayım, uşaqlar. Bax, tutaq ki, bizim bir cisimimiz var. Bu cismə eyni istiqamətdə qüvvə təsir edir. Biri tutaq ki, 5 newtondur, digəri isə 7 newtondur. Yəni, demək istəyir ki, bu cismə təsir edən bu iki qüvvəni mən bir qüvvə ilə əvəz edə bilərəm. Buna deyirlər əvəzləyici qüvvə. Yadınızda saxlayın ki, əgər bir cismə eyni istiqamətdə qüvvə təsir edərsə, əvəzləyici qüvvəni tapanda həmin qüvvələr toplanır. Toplasaq, 5 plus 7 bərabərdir 12 newton. Demək ki, bu cismin əvəzləyicisi sağa doğru 12 newton deyə bilərik. Yox, əgər cismə əks istiqamətdə qüvvə təsir edərsə, bir qüvvəmiz olsun 5 newton, digəri olsun indi 7 newton. Əks istiqamətdədir. Bəs bu zaman nə edəcəm? Bu zaman əvəzləyici qüvvəni tapanda böyük qüvvədən kiçik qüvvə çıxılır. Yəni 7 çıxılsın 5 bərabərdir 2 newton. Yaxşı, uşaqlar, bəs mən indi sizdən soruşum. Eyni istiqamətdə qüvvə tətbiq edəndə bildik ki, bunu toplayırıq və əvəzləyici qüvvəmiz həmin istiqamətdə olmuş olur. Bəs əks istiqamətdə qüvvə tətbiq edəndə bu zaman əvəzləyici qüvvə hansı istiqamətdə olacaq? Əvəzləyici qüvvəmiz böyük qüvvə istiqamətində olacaq. Baxın, uşaqlar, burada ən böyük qüvvəmiz 7 newton deyil. Demək ki, bizim əvəzləyici qüvvəmiz sağa doğru, amma neçə newton? Burada hesabladıq, tapdıq. 2 newton olmuş olacaq. Belə, baxın, burada da göstərib. Eyni istiqamətdə təsir edən qüvvələr. Burada 20 newton və 10 newton. Bu zaman nə edəcəyik? Toplayacaq. F bərabərdir F1 plus F2-yə olacaq 30 newton. Yox, əgər əksi istiqamətdə bu qüvvələr təsir edərsə, bu zaman isə əksi istiqamətdə qüvvə təsir etdiyinə görə çıxacaq. Yəni, 20-dən 10 newton çıxacaq. Neçə qalacaq? 10 newton özü qalacaq. Bəs hansı istiqamətdə qüvvə təsir edəcək? Böyük qüvvə istiqamətində. Bax, o da burada göstərilir. Böyük qüvvəmizin istiqamətində də əvəzləyici qüvvəmiz olmuş olacaq. İndi keçəyin uşaqlar burada öyrəndiklərinizi tətbiq edin hissəsinə. Öyrəndiklərinizi tətbiq edin hissəsində bizdən soruşur ki, aşağıdakı hallarda əvəzləyici qüvvənin ədədi qiymətini və istiqamətini necə tapmaq olar? Cavabınızı əsaslandırın. Baxın uşaqlar, fikir versəz, burada avtomobili itələyirlər. Yəni, bu istiqamətdə itələyirlər. Demək ki, əvəzləyici qüvvə hansı istiqamətdə olacaq? Hərəkət istiqamətində olmuş olacaq. Və yaxud da ki, uşaqlar kubu əks istiqamətdə itələyirlər. Bəs bu zaman əvəzləyici qüvvə hansı istiqamətdə olacaq?
hansı uşaq daha çox qüvvə ilə itələyirsə, əvəzləyici qüvvəmiz o istiqamətdə olacaq. Yox, əgər hər iki uşaq eyni qüvvə ilə təsir edərsə, bu zaman bu kub hərəkət etməyəcək, stabil vəziyyətdə qalmış olacaq. İkinci məsələyə keçək. Şəkildəki qayığa 90 Newton dartı qüvvəsi, 5 Newton havanın müqavimət qüvvəsi və 20 Newton suyun müqavimət qüvvəsi təsir edir. Dayağa təsir edən əvəzləyici qüvvənin qiymətini və istiqamətini müəyyən edin. Gəlin göstərək bunları bir-bir. Şəkildəki qayığa 90 Newton dartı qüvvəsi artıq göstərilib. 5 Newton havanın müqavimət qüvvəsi. Bax, burada göstərib 5 Newton və 20 Newton suyun müqavimət qüvvəsi, o da göstərmiş olub. İndi əvəzləyici qüvvəmizi tapanda demişdik ki, əgər bir cismə eyni istiqamətdə qüvvə təsir edərsə, bu zaman əvəzləyici qüvvəni tapanda qiymətlər toplanır. Biri 5 Newtondur, digəri 20 Newtondur. Bu zaman əvəzləyici qüvvəmiz nə olacaq? Bəli, 25 Newton. Demək ki, mən burada 2 qüvvənin əvəzinə sola doğru 25 Newton yaza bilərəm. Düzdür, topladım da bunları. Eyni zamanda 90 Newtonda olduğu kimi qalır burada. Baxın uşaqlar, nəyə döndü bu? Əks istiqamətdə təsir edən qüvvələrə çevrilmiş oldu. Yaxşı, biz əks istiqamətdə qüvvə təsir edəndə nə demişdik? Demişdik ki, əks istiqamətli qüvvə təsir edəndə əvəzləyici qüvvəni tapdığımız zaman böyük qüvvədən kiçik qüvvəni çıxacam. Bu da eləyəcək 65 Newton. İndi eyni zamanda soruşur ki, uşaqlar sizdən istiqamətini müəyyən edin. Bəs cisim hansı tərəfə doğru hərəkət edəcək? Əvəzləyici qüvvə hansı tərəfə olacaq? Əlbəttə ki, dediyimiz kimi böyük qüvvə istiqamətində. Burada böyük qüvvə 90 Newtondur. Demək ki, əvəzləyici qüvvəmiz də 65 Newton olmaqla sağa doğru istiqamətdə olacaq. İndi öyrəndiklərinizi yoxlayına keçək. Burada suallar verib ki, vektorial və skalyar kəməklər niyə deyilir? Artıq aydınlaşdırdıq da bunu. Vektorial kəmək nə idi? Həm ədədi qiyməti olurdu, həm də istiqaməti olurdu. Məsələn, 5 Newton. Yəni, bunun həm ədədi qiyməti var, həm də hansı tərəfə doğru getməlidir? İstiqaməti var. Skalyar kəməklər isə yalnız ədədi qiyməti olan kəməklərə skalyar kəməklər deyilir. Məsələn, 5 kiloqram. Vektorial və skalyar kəməklərin oxşar və fərqli cəhətləri hansılardır? Oxşar cəhəti ondan ibarətdir ki, hər ikisinin ədədi qiyməti var. Fərqli cəhət ondan ibarətdir ki, vektorial kəməklərin istiqaməti var, amma skalyar kəməklərin istiqaməti yoxdur. Belə uşaqlar, ümid edirəm ki, mövzu izahı sizə aydın olmuş oldu. 7-ci sinif sizin fizika biliklərinizin bünövrəsini qoyduğu bir sinifdir. Çalışın, öyrəndiklərinizi daha dərindən və daha dolğun şəkildə öyrənin. İnanıram ki, hər şey yaxşı olacaq. Sağ olun uşaqlar.